Atletico Bilbao Nico Williams üçün qoyduğu 58 milyon avronu birbaşa istəyir. Barcelona bunu Williams'ın kontraktı boyunca verməyə, Bavariya Münxeni isə birbaşa verməyə hazırdır və plus da oyunçuya daha çox pul verir. Lakin Nico Williams'ın ürəyi Kataloniyadadır. Hansi Flick'in bu istəyi başa düşüləndir. Çünki 22 yaşlı Bask elitar səviyyəli bir driblyordur və bir növ sağ cinahda Yamal var, sol cinahda Nico Williams var. Həm gənc, həm dinamik, həm də ki driblingi ilə rəqibləri asanlıqla keçib say üstünlüyü yarada biləcək iki futbolçudur. Lakin mən bu transferin potensial olaraq komandada nə qədər seismik dəyişikliklərə gətirib çıxaracağını vurğulamaq istəyirəm. Çünki ilk öncə Williams çox gözəl şəkildə cinahda dinamika versə də, o Rafinha kimi yarım cinahlarda effekt verə bilmir. Rafinha kimi cərimə meydançasına tez-tez girib qol vəziyyətləri yaratmır. İkinci tərəfdən, əlbəttə ki, keçən ilkindən fərqli olaraq bu dəfə Rafinhanı heç kim komandadan satmaq istəmir. Deyilənə görə Rafinha 10 nömrə mövqeyində oynayacaq. Əgər Rafinha 10 nömrə mövqeyində oynayacaqsa, nəzərə al ki, Flick'in fəlsəfəsində 1-6-2-8 nömrə var. Bu da deməkdir ki, Casadonun və Pedri'nin çiyinlərinə daha çox qara düşəcək. Çünki Pedri və Olmo kimi Rafinha arxada işləməyəcək. Rafinha daha çox hücuma meyillidir. Başqa bir də şayiə var ki, Olmo Ferran Torres'lə yanaşı yalançı 9 nömrə mövqeyində sınanacaq. Oyunların bir qismində Lewandowski klassik 9 nömrə mövqeyində oynayır. O birlərində isə Olmo və Ferran Torres yalançı 9 nömrə mövqeyində sınanmış olacaq. Və bu da daha bir transferi Casado ilə yanaşı klassik dağıdıcı dayaq yarımdəfəçi transferini şərtləndirir. Çünki keçən mövsüm De Jongla yola verdilər, lakin bu dəfə Rafinha 10 nömrə olacaqsa bu mümkün olmayacaq. Sizin fikrinizcə Nico Williams Barcelona'nın Çempionlar Liqasını qazanması üçün həmin o həlledici açardı, yoxsa Madriddəki kimi hücumla müdafiə arasında balansı bozacaq?